salamlayıram. Bilən bəlkə Əmək Barbarasında iki dəfə olanlar var. Onları da məxsusi salamlayıram. Bu yayın isti günündə xoş
münasibətlə yığışmışıq. Əvvəla qarşıdan 22 iyul Milli Mətbuat Günü gəlir. Bu münasibətlə hamımızı təbrik edirik. Və eyni zamanda bizim həmkarlarımızın yubiley tədbirləri var. Birazdan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifovun aynı il üçündə 60 yaş olacağını onu qeyd edəcəyik. Amma burada da öncədən onu təbrik edirəm. Mətbuat Şurası İdarə Heyətinin üzvü bizim qazimiz Bəhruz Məmmədzadənin 45 yaşı tamam olur. Bəhruza 45 yaşla bağlı adətən biz vermirik diplom. Amma Bəhruz üçün diplom hazırlamışıq. Onu da birazdan sizin huzurunuzda təqdim edərəm. Bax, bu cür xoş hadisələr. Eyni zamanda bizim bayaq mən deyirəm, klassik jurnalistlərimizdən olan Məmmədovun 24 iyul tarixində tamam olur da, 65 yaşda tamam olur, dəqiq yaşına çatır və hamımızın adından bana olan məlumu təbrik edirəm. Onun keçdiyi həyat yolu, jurnalistikada göstərdiyi fəaliyyət hörmətə layiqdir. İndi təəssüf ki, yeni jurnalistikamız tamam başqa yöndə istiqamət edir, gözəl cümlələr yazar. Aydın, bir yeni jurnalistikadan danışdım, gəldin çıxdın, gəl elə. Amma klasik. Klasik jurnalistikanla bariz. Tazı yeni də qatılır. Axırıncılardandır. Xoş gəlmişsin. Xanımlan Əhmədov, deməli 24 iyul 61-ci ildə Yardımlı rayonunun Şiləbəngə kəndindən anadan oldu. 82-87-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində ali təhsil alıb. 1982-97-ci illərdə Yardımlı rayon mərkəzi kitabxana sistemində direktor müavini, Yardımlı rayon Komsomol Komitəsinin katibi, Yardımlı rayon icra hakimiyyətində şöbə müdiri, Yardımlı rayon mədəniyyət şöbəsində inspektor vəzifələrində çalışır. Biografiya bax, bütün Sovet dövrünün sistemindən keçmiş bir adam. Hələ yarısı yanma. 99-2016-cı illərdə Ekspres qəzetində müxbir kimi çalışıb, Ekspres qəzetindəki fəaliyyətini hamımız xatırlayırıq. Qabıl, sən də xatırlayırsan da, bir yerdə işləmişsiniz də mən sonra. O vaxtki Ekspres qəzeti də doğrudan elə dəyərli qəzet idi, çox maraqla oxunurdu. Sonra Geopolitika 21-ci əsr qəzetində baş redaktor işləyib, 2005-ci ildə Media və Mülki Cəmiyyət İctimai Birliyinin təsisçisi və sədri, 2017-ci ildən İlk-Xəbər.org saytının təsisçisi və baş redaktorudur. İlk-Xəbər.org saytı Azərbaycan Mətbuat Şurasının, Media və Mülki Cəmiyyət İctimai Birliyi isə Azərbaycan Milli QYT Forumu, korrupsiyaya qarşı mübarizə üzrə QYT-lərin Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür. Mətbuatda səmərəli fəaliyyətinə görə bir sıra fərqli fərmanlara layiq görülüb, eləcə də ötən il Azərbaycan Milli Mətbuatının 150 illiyi yubiley medalı ilə təltif olunub. Mədəniyyət Nazirliyində İctimai Şuranın üzvüdür. Azərqaz İstihsalat Milli Yanında İctimai Şuranın sədr müavinidir. 3 oğlu, 4 nəvəsi var. Allah saxlasın. Biz sizi təbrik edirik. Mətbuat Şurasının yubileyini istəyirəm, siz diplomu istəyirəm sizə təqdim edəyəm. Azərbaycan mətbuatında uzun müddətli səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibəti ilə Xanımlan Əhmədov Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunur. Bir asıma baxaq sonra. Bura baxın. Foto var. Gəldim sənətkar. Bizə baxın. Götürəsən az. Var. O gecmir, deyil mi? Var, çəkdim. Yaxşı alındı. Alındı. Kocaman oğlandı. Ya orada bakarsın, olmasa çok hoş. Orada da. O nədir? 24 News'dur. Təbrik edirəm əzizim, təbrik edirəm. Təqaüd yaşın başlayır və sənə uğurlu yaxşı pensiya və uğurlu təqaüd arzulayıram. Başqa indi yubileyləri olanları da çalışırıq ki, diqqətdən qaçırmayaq. Amma o gün həmkarlarımızdan birinin 40 yaşı tamam olur. Diləklərini ki, Mətbuat Şurası heç mənə diplom vermən. Dedim, biz 50-dən yuxarı qalırıq. 50-dən aşağıya verdik. Yeganə adını Bəhruzda 45 yaşda verdik. Bir də ki, dəyərli yubileylər də. İndi rəhmətli Dərrə xanım Mədəniyyət Komissiyanın sədri olanda elə bir ki, hər ad günündə jurnalist, rəssam, şair, hamı təbrik edir. Mən dedim, Ayqan xanım, sən elə edirsən, biz də onu çatdıra bilmirik, yaxı sən maşallah. Deyir, eləmək lazımda, bu da bir vəfa borcudur.
İndi də Fazil bəy onun yolunu davam elətdirir, amma yaxşı ki, Fazil bəy ancaq dəyərli yubileylərdə təltif edilir, təbrik göndərir. Bu günlərdə də Xanıoğlan müəllimə də təbrik ünvanlayıb, elə günü bu gün. Ya dünən ünvanlayıb. O münasibətdə də sizi təbrik edir. Arzu bu biografiya davam eləyər, inşallah digər təriflərində olar. Sən böyük hörmətimizi, etibarımızı bildiririk və burada ürək sözlərə ehtiyənlər, köhnədən tanışlar çoxdur. Bəlkə Rəsul, səndən başlayaq. Sən bir yerdə işləmirsən, Rəsul Mirhəşimli ilə bir işləmirsən də. Qardaşlar da Rəşad. Qardaşlar. Onunla yaxdan yan yox. Görsən nətər hiss edər? Onlar tarih qardaşlarıdır. Bir daha hamını salam verirəm. Hər şeydən dəyərli dostum Xanıoğlan Əhmədova yubileyi münasibətən təbrik edirəm. Xanıoğlanın dostların içində yeganə dostum mənəm ki, hər gün görürəm. Çünki vaxt olub bir yerdə işləmişik və indi də zaman elə gətirir ki, eyni məhəllədə yaşayırıq. Xanıoğlan qeyd olundu ki, klassik nəsil jurnalistlərin nümayəndəsidir. Qəzet jurnalistləri yeni jurnalistikaya ayaqlaşmağı çətin olmur. Yəni biz bir nostalgiya yaşayan jurnalistlər, amma onu qeyd edeyim ki, Xanıoğlan sözə dəyər verən, yəni heç vaxt skandala getməyən. Çünki biz görmüşük ki, jurnalistlər daha çox bir şeyin sensasiyasını yaratmaq istəyir, amma çox təmkinlə, hətta ev olub ki, irad tutmuşam. Bəlkə də bir sensasiya yaradacaq xəbər var idi. Azərbaycan Milli Hərəkatı dövründə keçirildi. Deyək ki, hamını yanlış anladığı. Mən həmin o xəbərin yazılmasını Xanıoğlanın nə qədər təkid edilmişsə, adam dünyasını dəyişənə qədər yazmalı, dünyasını dəyişənə sonra dünyada yazmalı. Öyle yazmayıb deyə mən həmin informasyonu burada xatırlatmaq istəmirəm. Həm olub bir yerdə işləmişik, düzdür. Belə kənardan sakit görünsəm də daha kompleksli jurnalistlərdən biri də mənəm, amma Xanıoğlan mənim qatillərimə böyük səbirlə özəm jurnalistliyə başlayır. Münaqişə yaratmayan, münaqişəni sevməyən, yəni hər kəsə hörmətlə yanaşan və ilk növbədə də sözü hər şeydən uca tutan bir qərar sahibidir. Deməli, bir hadisəni xatırladım, Xanıoğlanın təşəbbüsü olun. Mənim 35 yaşımda cəhd edir ki, mənim yubileyim münasibətində heç olmasa bir təbrik mətli geçsin qəzetdə. Onda dedilər ki, biz 40 yaşdan yuxarını təbrik edirik. Onda mən dedim, bəlkə mən 45-ə çatmadım. İndi ömür uzanır. Yəni, dostları 60 yaş, 65 yaşda gördüksən, hesab edirdik ki, artıq bizim də mətbuat tarixində uzun bir yolumuz olur. Və heç də asan yol olmayıb. Yəni, çətinliklərdən keçib gəlmişik. 90-cı ilin jurnalistləri, tamam başqa dünya görüşlər, tamam başqa təfəkkür olan jurnalistlərdir. Və mən ilk sözü mənə verdiyi üçün Rəşad bəyə bir daha təşəkkür edirəm. Dostumu təbrik edirəm, Allah uzun ömür, can sağlığı versin, Allahın verdiyi ömrü bərəkətlə yaşasın. Sağ ol, Rəsul, sağ ol, təşəkkür edirəm. Seymur dedi ki, siz qardaşsınız, oradan da xarakterlərində də bənzərlik var. Xüsusən o təvazökarlıq məsələsində eynidirlər hər ikisi. Növbəti sözü Mətbuat Jurnalistlər Heyətinin üzvü hörmətli Rauf Arifoğlu'ya vermək istəyirəm. Rauf bəy, buyurun. Hoş gördük hər kəsi, təbrik edirəm əziz qardaşım. Yanımda da cəmi 5 il əvvəl sənin 60 illik cümləyini redaktör elədik, şəkillərlə bəzədik verdik. Sanki dünən idi. İnşallah 24-də də yenə bütün ictimai qaydada bunu təqdim edəcəyik. Çevrəmiz bir zamanlar 30'lu yaşdaydı. Bir zamanlar 40'lı yaşdaydım, 60 kilosulardı. Məncə Rəşad bəy, jurnalistik ki, 65 pensiya yaşı deyil. Daha mükəmməl, təkmil yazmaq və bu süni intellektin indi tuğyan elədiyi zamanda köhnə jurnalistika dəyərəmir. Daha çox ehtiyac var. Yazı gələndə mən görürəm ki, bu çat kipidir. Artıq mənim tanıdığım bizdə də işləyən və ya bir zamanlar işləmiş Avropadan yazan baxıram ki, çat kipidir. Bu baxımdan da bu köhnə qəzet jurnalistlərinin, o cümlədən də mənim əziz qardaşım Xanıoğlanın
Değer qiyməti zaman keçdikcə bu yıllanmış deyir türklər buna. Zamanlanmış bu qələmlər daha dəyərə minir. Mən Xanılan bəyə bir dəyər hesab edirəm. 30 ilə yaxındır, bəlkə də çoxdur adam. Vurub çıxanda 1990-cı illərə baxanda görürsən ki, 30 ili də keçir, münasibətlərimiz, salamlarımız. Mətbuatın ən çətin, amma həm də ən şərəfli, yeni formalaşan dövründə bərabər olmuşuq, yerdə olmuşuq. O zaman üçün sosial mediada, ChatGPT-də hər şey qəzet platformasındaydı. Qəzetlər bir xəbər, informasiya monopolisti idi. Kimin qəzeti var idisə, o çox önəmli. Yaxud kim qəzetdə çalışırdısa, yazma imkanı var idisə, əsas aparıcı, lokomotiv o sayılırdı. İndi maşallah, telefonu olan, alternativ ekranı olan hər kəs xəbər yayıcısıdır. Təbrik edirəm, uzun, sağlıqlı və davam edən yaddaşlı bir ömür arzudur. Əsas önəmli budur. Və əziz qardaşım, qazimizi də təbrik edirəm, uzun, sağlıqlı ömür. Sən artıq biz sənə baxanda sən çox gəncsən. Rəşad bəyə də təşəkkür edirəm, bu uyarları diqqətlə kənara qoyun. Xanılan bəy, təbrik edirəm. Sağ olun. Bizim hörmətli dostumuz Əlməmməd Nuriyev hər dəqiqə gəldik mətbuatlarına. Gördüm, çox sevindim. Biz onunla bir yerdə Həll Məsələləri Komissiyasının üzvüyük. Və çoxlu söhbətlərimiz olub. Bu gün sizlər növbəti sözü Əlməmməd bəy. Aparıcılığı verəcəm. Əgər mən benim ülkəmizdə ictimai verdiyi yanında, mən Əlməmməd bəylə məsləhətləşdim. Təxminən bir adı olmuşdu. Sonra bu təşkilatın adı Əlməmməd bəylə. Sonra bu təşkilat uğur qazandı. Ona görə Əlməmməd bəylə mənəvi haqqı var. Demək, media Təşkilatın dələ qorxud. Sağ olun. Teşekkür ederim. Ben elbette ki tebrik ediyorum ben dostumu. Ama ben sizi tebrik ederim, karşınızı tebrik ederim. Ama burada büyük söz sahipleri var. Güzel, o klasik jurnalistikanın ne değiller, manşallar orada oturup, onlar karşısında çıkışıp o kadar aslında değil, söz verir. Görmem siz. Şimdi, Rabbelim dedi ama Rabbelim özü de ChatGPT'ye məsləhət verir. Çoxlu böyle geçer geri sözler değil, o da onun yaddaşına çok böyle. Bəzən sənin fikirlərin Məndən ChatGPT, məndən danışdırır, elə bilir o mənim. O elə olur, bəzən neyse. Amma mən Xanılan haqqında bir neçə söz deyim. Xanılan belə müraciət edirəm də, biz onsuz eyni yaşıdır. Aşağı uyarmışıq. İlk dəfə onunla 92-ci ildə tanışıldı, şəxsən, təmas. Prezident aparatında işləyirdik. Gördüm, qabıda bir oğlan. Dedilər, bəs gəlib, deyirəm, şimdi gördüm. Dedim gelsin, geldi. Ben onda Ümü Şöben müdürüydüm. İşçisi olmuş. Geldi, dedi qadının oranı Ümü Şöben'imizdir. Temkinli, temkiniyle. Bakın o temkini koruyup sattı. Onu gördüm ama hiç bilmedim nasıl onu soracaksın. Sonra zaman öyle oldu ki biz dosta çevirdik. İller geçti, zaman geçti. Beydur'da tanım. Beydur'da tanıyordum ama belə də belə birbaşa təmas mesela. Səni tanıyordum, səni tanımıyorum. Əlbəttə ki, mən Ama o temaslar dərinləşdi, illər də keçdi, dəyişdi, hər şey dəyişdi. Ölkəmiz də dəyişdi, insanlar da dəyişdi. Amma o dəyişməyən bir şey var, onun xarakteri dəyişdi. Xarakter təmkinlidir. Hər zaman hər kəsin yanında olmağa, kömək olmağa çalışır. İşte mən onu belə görmüşəm, mən onu belə. Ona bəzən aziz aramızda deyən dağlar oldu. Onun elə xarakterli dağlar da var. Nəyə görürəm? Həm də bu dağ görünür, görünməsi deyil. Əsas məsələ dağın möhkəmliyidir. Daimi sabit dayanır. Bak o da her zaman öz pozisiyasında, öz böyle deyik, mövqeyində sabit qədəmdir. Ona görə dostları onu çox sevir. Həm peşəkar jurnalist, Rəşad mənim də onu dedi, siz dedi. Onun o klasiklərin nümunələrindən sonuncu nümunələrdir mən necə bilirəm, tamam yeri dəyişir də, burada da hər şey dəyişir. Həm vətəndaş cəmiyyəti bizim həmkarımız, ən əsası da dostdur, etimad. Son vaxtlar mən etimad sözünü çox tez-tez işlədirəm. Çünki əsas məsələ münasibətlərdə etimad məsələsidir. Bax 30 illər, 35 illər bu etimadlı bir münasibət. Bunu sən öz davranışınla qazanmışsan, öz rəhmətinlə qazanmışsan. Biz səni çox istəyirik, səni çox-çox təbrik edirik
65 daha sonraki yaşlar, əsas məsələ yaş deyil, əsas məsələ sənin nəyə verdiyin izin qoyur. Sən artıq o izləri qoya gedirsən, elə burada çoxlu dostlarım var, o da həmin izlərdən, həm də gözəl bir oğlum var, bir neçə oğlum var, amma mən Səidlə dostum. Səid bizim... Səiddən olmur. Səid hamımız olsun. Sənin çox xarakteri. Ümumilli Səid. Ümumilli Səid. Təbrik edirəm, çox-çox uğurlar arzulayıram. Qardaşınızı da təbrik edirəm. Siz qəhrəmanlarsınız, qəhrəmanların yanında çox danışmaq olmaz. Gözəl danışdınız. Qaruzla tanış idin də belə yəni. Sənin təşkilatının adını Əhməd qoymuyor mu? Ona görə uzundur. Sən deyil təşkilatın adı nədir? Şəhid və qazi ailələri. Xüsusi təyinatlar qaziləri, şəhid ailələri və veteranlar işlədir. Xüsusi təyinatların, qazilərin, şəhid ailələrinin, veteranların ictimai birliyi. Bu kişi olsa, sənə çox dinamik yuvarlaq biraz verər. Bizim qonağımız millət vəkili Rizvan Nəbiyevdir. O bir neçə dəfə tədbirlərdə iştirak edib mətbuatçılarında sağ olsun. Bu gün də gəldi Xanalman müəllimlə tanışlıqları barədə danışdı. Özü deyir ki, mən 4-cü sözdürün, ona görə 4-cü sözdürün. Çox sağ olun. Hörmətli Rəşad müəllim, hörmətli Rahab müəllim, dəyərli müdürlərimiz, Xanalman müəllim, Bəhruz müəllim. Mən desək, yeganə qalsıqlı olduğumdan yox. İstəyirəm biraz rəsmi başlayayım. Deməli, Milli Məclisdə bir neçə ay öncə bizim iqtisadca həkim olan deputat həmkarlardan biri çox maraqlı statistikanı səsləndirdi. Dedi ki, bunu Amerikada, yəni mənbə etibarlı da bir tədqiqat mərkəzi bu tədqiqata var və bildirir ki, insanın həyatında ən yaradıcı, ən verimli yaş dövrü 60-70 yaş arasındadır. BMT-nin tədqiqat var. Biz tamam doğru. İkinci yaş dövrü 70-80, üçüncü 50-60 təsəvvür edə bütün Milli Məclis çevirdir, yəni bu statistika nəşrlərdə. Bu baxımda, yəni bu indi mənim yadıma düşdü ki, bunu burada da bölüşüm və siz biləsiniz ki, bu yaşlanma həm də o mənada bizim mətbuatın təcrübələnməsidir. Yəni bizim mətbuatın illəri artır da, il dönümü artır sizlərin təcrübəsində. Mən Xanalman müəllimlə şəxsi tanışlığım çox qısadır. Amma bir neçə həmkardan soruşdur ki, dünən biz Milli Məclisdə görüşəndə Xanalman müəllim məni dəvət elədi. Bir neçə fikir verin tez verində, deputatların işləri. Bunun əsasında mən fikir formulaşdırdım. İnanın, hamı eyni fikri vurguladı ki, zəhmətkeş, dəyərli insan, həqiqət sevər və bir neçə bu artıq əsas yaratdı ki, mən elə Milli Məclisdən çıxıb bura gəlim və sizlərlə bir aradım. Həqiqətən, mənim üçün qürur vericidir ki, o zəhmətinlə, öz qələminlə, irəliləyən insanlarla və cəmiyyətimizin bu zəhmətkeş təbəqəsinə bir yerdə olaq. Və asan deyil də, yardımlıdan, bilmirəm, bəlkə də Ucqar Dağ kəndi də nəzər şey belə gəlir də, yazım elə gəlir ki, oradan mərhələ-mərhələ irəliləmək və sizin tək jurnalistika fəaliyyəti deyil, həm də vətəndaş cəmiyyəti sayəsində olan fəaliyyətiniz və mən də bizim QET-lərə Dövlət Agentliyinin müşahidə şurasının üzvüyəm, deməli, burada da üst-üstə düşən bir məqam var. Canlı Xanalman müəllim, mənim olduğum seçki dairəsində bizim seçicidir, yəni seçicinin müraciəti də deputat üçün burada artıq ikinci bir fikir ola bilməz. Bu mənada bugün burada olmaq, sizi şəxsən təbrik eləmək, inanın ki, mənim üçün də çox vacib oldu, çox sevindirici oldu və dəvət üçün mən təşəkkür edirəm. Sizi ürəkdən təbrik edirəm və eyni zamanda mən Bəhruz müəllim haqqında məsələlər işlədə gördüm ki, bir məsələ insan ürəkdən qoşulursa, deməli, o qəhrəmanın da yanında olmaq, bunun özü də, deməli, bu Allahın bir yazısıydı da, buraya gələndə. Rəşad, çox sağ olun ki, bu hadisələrdə əlaqələndirirsiniz və bizə də bu şəraiti yaratmışsınız. Çünki o, səhv Orwell'in bir sözüdür, deyir ki, jurnalistika o peşədir ki, çoxlarının istəmədiyini jurnalist cəsarət taparaq yazır və aşkarlayır. Yəni, çoxları görmək istəmədiyini, bəlkə də bəzilərini görmək istəmədiyini. Yəni, bu mənada bu cəsarətli bir peşədir. Düzdür, digitallaşma sürətlə hər şey dəyişir. Dünən bizdə bir dinləmə var idi, orada maraqlı bir fikri səsləndirdim, o da BMT Universitetdən gəlir. Deyir ki, bugün hər 10 uşaqdan biri valideyni ilə yanaşır və yaxud da ki, valideynindən başqa həm də çərçivli, süni intellektlə məsləhətləşir. Öz gələcəyini bunun əsasında müəyyənləşdirir. Amma insan bu təkcə uşaqlara aiddir, bu elə yaşlı nəslə də aiddir, harbiyədə. Yəni, bugün artıq bu da hər bizim tərcih hissəsinə çevrilir. Mən sizi ürəkdən təbrik edirəm və dediyimiz o statistikanı siz ən yaradıcı yaş dövrünə daxil olmuşsunuz. Və sizlər biz daha da, necə deyərlər, bizim hamımızı sevindirəcək, düşünməyə vadə edəcək yazıları gözləyirik. Tərcümə sizi ürəkdən təbrik edirəm. Yəni, o qəhrəmanlıq hamının alına yazılmış, siz o yolu keçmişsiniz. İndi isə qələmdə o cəhbədə elədiyinizi davam elətdirin, yorum yazsınız, uzun ömrlü can sağlığı. Çox təşəkkür ederim dəvət üçün, çox xoş olun. Sağ olun, var olun.
səbəbinə görə gəlmişsən. Növbəti sözü redaktor az saytının təsisçisi Cənab Seymur Beydayevə verəcəm. Buyurun. Birincisi Rəşad müəllim, çox sağ olun ki, gözəl bir ənənədir və sevindirir. Mən çox gec boş oldum. Amma əvvəldən vardı. Bizim fakültə o vaxtı tanıqlarla tələbə yoxdur. Bizim fakültəni qutaranların 80% ixtisasında işləmədi. Yəni, çoxsu ki, bu həddi nəzidir, Xanoğlandır, Fil Tahir, buradadır, buradadır. Yəni, hamısı jurnalistika etdilər. Amma bizim də həvəsimiz vardı, biz də yazırdıq. Amma da biz belə peşəkar gedib qoşulmadıq. Rəşad müəllim sağ olsun, ilk dəfə mənim yazımda bizim rəis vardı, Elşad Qoca. Yönləndirdik, getdim, birinci dəfə idi, mən redaksiya edirdim. Rəşad müəllimlə görüşdük, baxdı, dedim, sen burada şehir zadyası var. Dedim, vallahi hər şey edirlər. Dedi, onu da verin, sağ olsun, bütün şehirləri verdi. Teşekkür ederim, ona da mənfada gəldik. Yaxşıdır da onların şeyləri. Çox qəşəng, çox. Və Xanoğlan da ki, o uşaqlardan idi ki, tələbə yoldaşlarımıza doğrudan da öz o peşə sadiq qaldı və ekspresdəki fəaliyyəti. Mən sizə deyim ki, mən biraz dövrü mətbuatın təhlili sahəsində orada işləyirdim və Ekspres qəzeti ölkə ictimai fikrinə təsir edən 4-5 qəzet var, bunlardan biri idi Ekspres qəzeti. Və Xanoğlan da orada işləyirdi, sonra İlham Tumas idi orada, həm? Və çox gözəl bizim hamımızın jurnalistika nə işimiz düşürsə Xanoğlana müraciət edirdik. Və bir şey de deyim ki, Xanoğlan həm də gözəl ailə başçısıdır. 3 evladı var, biri bir dəqiqə vətənə xidmət edir, zabitdir. Biri elm təhsil sahəsindədir. Bir də ki, Rauf müəllim dedi, hamımızın sevimlisi olan Səhid baladır. Və ailəsi də gözəldir, nəvə babadır. Və bizim bütün içimizdən gələn bir istək budur ki, Xanoğlan hələ çox yaşasan, o gün olsun burada Rəşad müəllim hamıyı dəvət etsin ki, Xanoğlanın 75-80 ili idi, gələ səni təbrik eləyək. Bu rəsmi hissədir, bəli hissədə yağın ki, yardımda Şiləbəngədə olacaq, söz verirsən inşallah. Təbrik edir səni. Can sağlığı, Allah canı var etsin. Rizman müəllim dedi, Şiləbəngə kəndi dağ kəndidir, yoxsa yazıqdan mı dağ kəndidir? Asfaltdır, qaz da var, hər şey. Qəşək kənd, amma dağ kənd. Çox yaxşı kənd. Dağ kənd. Sən olmuşsun. Mən olmuşam, mən. Növbəti sözü Asif Mərziliyə vermək istəyirəm. Qəzanlar qəzetinin başındakılar. Buyurun. Ben tanıyan vaxtda jurnalistliyə borcumu qaytardım, o qaydada yox. Fərqli qaydada qaytara, ödəyə doğru gedən klasik jurnalistikamızın timsallarından biridir, nümunələrindən biridir. Və qardaşımız çox doğru dedi. Jurnalist istedadlı ola bilər, nə bilim, hansı üzrə deyirsə jurnalistikaya aid, ondan ola bilər. Amma eyni zamanda jurnalist peşəkar, yəni mədəniyyətli olmalıdır, təvəzzökar olmalıdır. Bu keyfiyyətlərin hamısını mən tanıyanlar yaşamadım. O cümlədə sizə də görmüş, amma Suriyyə də belə deyəcək. Xanoğlanda görmüşəm, həqiqətən uzun illərdir. Bax, eyni qaydada, bax, siz deyən kimi, Rauf bəy deyən kimi, eyni qaydada bu kişi jurnalistikada öz yerini götürdü. Jurnalistikadan biraz fərqli indi Nəqliyyat Hökumət Təşkilatında çalışır, öz uğurla çalışır. Məlumatları daim biz veririk, yayınlayırıq, dərc edirik. Amma o gördüyü qeytələr var, siz dediniz, qeytələr var. Yalan falan da açığı deyil. Elə mövzu ki, o mövzu heç kimə lazım. O iş heç kimə lazım deyil. Həqiqətən. Amma bu kişinin maarifləndirici, qeytənin fəaliyyətində bir maarifçilik olmalıdır. Yəni fəaliyyətdə bu olmalıdır, ictimai əhəmiyyət daşımalıdır. Xanoğlanın özü də ictimai əhəmiyyət daşıyan bir jurnalist qardaşımız, dostumuzdur da klassikdir. Eyni zamanda fəaliyyət göstərdiyi, yəni apardığı qeytənin fəaliyyətidir. Qardaş, uzun danışmayayım, amma istedi, danışsam gələn oldu sənə üçün oturaq. Bəsdir, kifayətdir. Bəsdir. 3 dəqiqə danışdın, 8 yerə sataşdın. Əvladımdan başladım. Ona da sən söz verirəm, sən söz vermədin. Bir qısas qoymasın bu cərmələrlə bağlı. Qardaş, 10 dövlət orqanından O cərmələrin deyir. 50 dənə deyir ki, filan yerə yazılır, xahiş edir. Yuxarı qalır. Cinayət axtarış bölməsinə gəlin, filan
And olsun Allah. Deyirəm, niyə gəlib? Deyir ki, bəs o statusuna bağlı. Əksi deyir, mənim jurnalist fəaliyyətimə müdaxilə edirsən, nəsə. Mən ora niyə gəlib, cinayət törətmişəm? Yox. Yox, o statusuna bağlı müzakirə quraq. Deyirəm, telefonda dedəm onu. Yəni, qardaş, bir sözü deyirsən, çox jurnalistikanın, yəni, elə hamımızın ağırlıdır, dərddir. Bir sözü deyirsən, maarifləndirmə məqsədi ilə deyirsən onu. Onun yolculukları başqa, kiminsə mənafiylə toxunursa, sən jurnalist deyilsin. Sən artıq elə. Qardaş, sizi də təbrik edirəm. Ben kardeşim de muharebe Qazi deyək, ikinci qrup, birinci qalağa eşq olsun. Xanım oğlum, bir daha səni təbrik edirəm. İnşallah 90 illiyində biraz geniş konuşuruz. Orada sonunda Zaur İbrahim'le oturur. Yubilyar arzuluyor ki o da bir çıkış eləsin. Zaur Bey, hoş geldin, buyur. Hoş geldiniz olsun. Ben hiç kabul edilmişim size. Ben şahsen kollektifle teşekkür ederim. Böyle bir müzakere olmasında ikinci referim. Böyle bir terbiyeli iştirakçının birincisi Alaves Üzer'den Yubilya'ya giden bu adaydı. Onda da böyle mühteşem. Bu Apava'dan, Avra'dan sökünce ben kısa danışacağım. Kanoğlan'la çok yol yoldaş olmuşum. Diğer bir insan tanımak istese yol yoldaşı. Hem de dağlarda yol yoldaş olmuşum. Kısa deyim ki doğrudan da arkamızı sökebileceği insan. Onun peşekarlığı barədə hamı danışdı, danışdım artıq. Amma doğrudan da vətənə, dövlətə necə sahib olduğunu öz əməlləri ilə görmüşəm. Xanımla 100 yaşa, biz sənə fəxr edirik doğrudan da. Onun həm azadlıq mübarizəsində, mətbuatımızın inkişafında və həm vacibi vətəndaş səviyyəsində də doğrudan çox misilsiz xidmətləri var. Yaşa, yara və biz sizlərlə belə oluyoruz. Çox sağ olun. Sağ olun. Oyun Əsəd Cahangir'in tədbiriydi, Yazıçılar Birliği'ndə. Sonra bir başka tədbiri de oldu, dedim sen özün idarə elə. Özünü gördüm, ürəyinci ol dedim. Şimdi görürəm sen de yavaş yavaş istəsən ardım edərəm, özün idarə edərsən. Amma mütəllim rəhimliyə istəyirəm ki, mən söz verim. O gün elə həmin tədbirdə orada da iştirak edirdi. Gəlin siz yaxına biraz yaxına. Hoş gəlmişsiniz, buyurun. Çox sağ olun. Əvvəla sizə təşəkkür edirəm Rəşid müəllim ki, belə nümunəvi insanların, cəmiyyətimiz üçün nümunə olan insanların yubileyini qeyd edirik. Bu təkcə bir yubiley deyil, bir də həm də insan xarakterini, insan mahiyyətini, yəni seçilmişləri cəmiyyətə təqdim etmək. Yəni belə olmaq lazımdır, bu cür olmaq lazımdır. Cəmiyyətimizin bu cür nümunələrə ehtiyacı var bu baxımdan. Eyni zamanda Xanoğlan müəllimi təbrik edirəm. Bizim ən qiymətli ölkəmizdə sərvət təbii ki, onun insanlarıdır. Biz düzdür, bir dövlət olaraq zəngin sərvətlərə sahibik. Neftimiz, qazımız var, digər təbii sərvətlərimiz var. Amma bütün bunlar hamısı tükənəndir. Və həyat da göstərir ki, tarix də göstərir ki, bunlar millətin həyatında yaxşı yaşamasında müəyyən rol oynayır. Amma fundamental rolu insan faktoru oynayır. Onlar tükənsə də insan faktoru tükənmir. Və dünyanın elə ölkələri var ki, heç bir təbii faydalı qazıntılara malik deyil. Amma ən yaxşı şəraitdə yaşayırlar. Niyə? Çünki yaxşı beyinləri var. Yəni bir sözlə belə desək, yaxşı insanlara malikdirlər. Və ona görə də biz məhz Xanoğlan müəllim kimi insanları qiymətləndirməliyik ki, dövlətimizin sərvəti belə insanlardır. Və həm də bir nümunə kimi göstərməliyik. Bu başqalar, biz həmişə kiçik olanda kitablardan özümüzə bir kumirlər seçmişik, kimə bənzəmək olar, hansı həyat yolunu seçməliyik. Bugünkülər çox təəssüf ki, kitablar o qədər meyil eləmirlər, daha çox sosial şəbəkələrdə bunu alırlar. Biz ən azı, burada mən qocaman jurnalistləri görürəm. Yəni, söhbət ondan getmir ki, yaşları çoxdur, söhbət ondan gedir ki, yaxşı jurnalistik fəaliyyətləri var, keçmişləri var. Bu insanları göstərməliyik ki, bu həyat yolundan getmək lazımdır. Bu daha yaxşı olur. Belə bir fikir var ki, Xanoğlan müəllim haqqında hamı onu dedi, çox xeyirxah, dostluğa sədaqətli insandır. Və Xanoğlan müəllim həqiqətən də yaxşılığı sevən bir şəxsiyyətdir. Sokratın belə bir sözü var ki, deyirdi ki, insanlar heç vaxt pislik eləmək istəməzlər. Niyə pislik edirlər? Ona görə ki, yaxşı və pisi bir-birindən ayıra bilmirlər. Bunun da səbəbini savadsızlıqda görürdü. Ona görə deyirdi ki, insanları daha çox təhsilə cəlb eləməliyik. Təhsilə cəlb eləsək, onlar yaxşı və pisin nə olduğunu biləcəklər və heç vaxt pislik eləməyəcəklər. Amma Xanoğlan müəllimin yaxşılıq mahiyyətini təkcə yaxşı təhsilində görmək mənə elə gəlir ki, az olur. Ona görə ki, bu insanın bütövlükdə mahiyyəti, ruhu yaxşılığa yönəlir, yaxşılıqdan zövq alır. Yəni, belə bir insan. Həyatda biz elələrini də görmüşük, kifayət qədər yüksək təhsili də var, amma mahiyyətində kiməsə pislik eləməkdən zövq almaq niyyətləri dayanır. Xanoğlan müəllim bu mənada bunun əksidir, yəni yaxşılıqdan zövq alır.
olduqca gözəl bir xarakterdir. Və ikinci bir tərəfdən bəlkə bu zalda əyləşənlərin deyə bilmərəm, böyük qismini yaxud da bir hissəsini Xanoğlan müəllimin kəndində və evində olur. Yəni bu da qonaqpərvərliyi göstərir. Yəni mən də olmuşam təbii ki. Nəyi göstərir? Nadir olmur, mən olmur. Deyəsən namizəd. Yəni bu nəyi göstərir? Paylaşmaq. İnsanın ən gözəl xüsusiyyəti nədir? Paylaşmaq. Kiminsə belə deyək, altında milyonlar, milyardlar da yata bilər. Amma bu heç nəyə yaramırsa, bu millət üçün, dostlar üçün sən bunu sərf edə bilmirsənsə, bunun nə əhəmiyyəti və nə qiyməti var? Xanoğlan müəllim nəyi var, onu paylaşmağı bacarır. Ən böyük keyfiyyətindən biri bundan ibarətdir. Və bir yüksək keyfiyyəti də mənə həmişə heyran edir. Bu da öz elinə olmasına bağlılıqdır. Bu hesab edirəm ki, insanlığın ən yüksək keyfiyyətidir. Düzdür, mərhum akademikimiz Firidun Köçərli deyirdi ki, insan o vaxt uzun ömürlü ola bilər ki, o heç olmasa ildə 2-3 ay doğulduğu yerdə gedib yaşasın. Bu, onun görsənən bir bağlılığınla əlaqədardır. Bu mənada Xanoğlan müəllimin o bağlılığı həm də onun fiziki cisminə bir müsbət təsir edir, ömrünü uzadır. Bu yaxşıdır, amma elə obaya bağlılıq həm də bir vətənə bağlılıq orada onu da gətirir. Və biz elə bu mənada Xanoğlan müəllimin yazılarında da vətən sevərliyi görürük. Burada qeyd olunduğu Ekspres qəzeti təbii ki, bizim çox sevdiyimiz və hörmət edədiyimiz dostlarımızın da çalışdığı bir qəzet idi. Sonra Geopolitika qəzetinin baş redaktoru oldu və qələmini nəyə xidmət elətdirdi? Obyektivliyə. Qələmi sensasiyadan uzaq, sakit, təmkinli. Azərbaycanda o sakitliyi istəyən insanlara sanki xidmət edirdi və ora yönəlirdi Xanoğlan müəllimin qələmi. Mən arzu eləyərdim ki, bu cür insanların həyat yolundan, baxışlarından, fəlsəfi mahiyyətindən biz gənclərimizə bir pay ayıra bilək. Onlara göstərə bilək ki, Azərbaycan ziyalısı belə olmalıdır. Azərbaycanı sevən insan belə olmalıdır. Bilirsiniz, bu sevgini hər kəsin dildə deyil, mən yekunlaşdırıram, çox üzr istəyirəm, vaxtınızı almaq istəmirəm də. Hər kəs bu sevgidən danışır, amma elə sevgi var ki, bu sevgi sübut tələb edir. Mən səni sevirəm deməklə bu mümkün deyil. Yəni bunu biz həm başqa cinsi nümayəndələrinə desək də, onlar da bizdən bunun sübutunu gözləyirlər. Bir də vətən sevgisi də sübut tələb edir. Yəni mən vətəni sevirəm deməklə olmaz və bu mənada Xanoğlan müəllim bunu sübut edir. Eyni zamanda biz burada qazimizi də təbrik eləmişik. Biz səfər önümüzdə Moldovada görüşdük. İlk dəfə. Bəli. Mən təbrik edirəm. Qazimizi də biz təbrik edirik. Burada azad və sərbəst yaşamağımız üçün jurnalistlərimizə minnətdarıq. Bunu da heç vaxt unutmayaq və bu zalda oturan bu qələm əhli bir əksəriyyəti mənim köhnə dostlarımdır. Bunu qeyd edeyim və eyni zamanda qazilərimizə və şəhidlərimizə minnətdarıq. Xanoğlan müəllim, təbrik edirəm. Sizə ürəyiz istəyən ömrü arzulayırım. Sağ olun. Təşəkkür edirik. Çox ürəkdən danışdınız. Kənddə olmaq məsələsində mənim yadıma düşdü. Bir dəfə Ramiz Rövşən yardımlıya gedir, dağ gəlir, qalxırlar. Nəsə, çox ağır yol oldu. Deyir, bu Hamarkənd Sabirin kəndi də buralarda. Ona hələ xeyli getmək lazımdır. Deyir, halal olsun Sabirə. Mən orada yaşasaydım, hələ indi gəlib Sumqayıta çatar. O deyir, xalq şahid olur, nazir də olur. Oradan o yüksəklikdən düşüb gəlmək də növbəti sözü Mətbuat Şurası İdarə Heyətinin hörmətli Umut Mirzəyevə verirəm. Buyurun. Teşekkür ederim. Yaşar müəllim. Güzel bir mesaj yazmıştı ki, böyle bir tədbir olacaq. Xanoğlan'ı uzun illər tanıyıram, amma deyim ki, bir cizvacılığımız yoxdur. Bir diz-dizə oturmamışıq. Amma uzun illərin aramızda bir məhəbbət olub. O qədər belə sağlam bir qardaşdır. Həlim müəllim deyir, mən elə bilirəm ki, bu bizim kəndçidir, Qarabağlıdır, Zır Qarabağlıdır. Yəni, bu elə hər kəsinkidir, Azərbaycanın. Yəni, bu cür dəyərli ziyalılar həmişə örnək olur. Millətinə, elinə, obasına, hər kəs tərəfindən qəbul olunan bir ziyalıdır. Yəni, mən heç vaxt o Xanoğlanı hansısa o
məqsədlə, nə bilim, qələminin, jurnalist adının dalında gizlənib, qardaşım QHT-lərdən danışdı. Azərbaycan jurnalistikasında qələm tutan bir 60-70% reketdir. Yəni, bunun indi bizim Uşaqdan başlayır. Yəni, məsələn, mən bir QHT rəhbəriyəm. Bir tezdən 9-un yarısında mənim ofisimdən zəng gəldi ki, bir Amerikalı gözləyir. Getmişəm ofisə, onunla 2 saat, indi qonşu otaqdadır. O mənlə danışıb, necə 10 il bundan əvvəl biz, deyək ki, Sada nədir, Marağa 150 abidəsini ziyarət eləmişik. Necə o Qarabağda gəzinmişik. Yəni, belə qeydlər də var. Danışanda onları nümunə gətirək, yaxşı şeylər danışıq. QHT-lərin içərisinə indi girənlər var da, biz neyniyək? Onu da sağ-sol adamlardır, belə də. O zamanki QHT şurası yarandı, imkanı olanlar bilin yok, yanında da Aldanla bir iktisat var idi. Mətbuat şurasında 8 dənə gazeti var idi, reket. Reşitlerin hatırı. Aldanla mən bir biraz mərzini Özde Erman müdürüydü. Gazet açmıştı. İndi ben bu oğlanın tam samimi değilim. Ben bu oğlanın bu gününe benim belə o kadar vaxtım məhduduydu. Buna ben dedim, ben buna dedim maşınla başka yoldaşlar getirdi. Ben bu kardeşimin telinden öpürəm durmadım. Sağ ol, Rəzim, sağ ol. Sənin gördüyün işlərə hörmətimiz var, davam elə qonaqlarla məşğul ol. Doğrudan səhər tezləmdə şəklini gördüm. Bura deməli, Aydın Caniyevlə Qorma Şıxalıoğlu, məncə çox nadir hallarda gəlir. Qorma cümlələri gəlir. Aydın Caniyev özü gəlmədə də hərdən statusunda görsən, yazır, hiss edirsən ki, mətbuat şurası əlaqəsi var. Ona görə istəyirəm onlara söz verim ardınca. Kimdən başlayaq? Qormaz müəllim yoxsa Aydın müəllim? Məncə Aydın başlayaq. Sonra sən onun çıxışını malalayarsan. Tamam. Ben bilirim. Bizim bir dostumuz vardı. Bu sosyal şəbəkələr çıxanda çox qarma-qarışıq bir oyunlar çıxarırdı. Bir də bir sakitləşir. Dedim, tanıyırsan, İbazi efendim. Dedim ki, İbazi, niyə sakitləşdin? Deyir, adam müəyyən yaşa çatandan sonra özünə bir çəki düzən verməlidir ki, kiminsə oğludur, kiminsə əridir, kiminsə atasıdır. Biraz özünü yığışdırmalıdır. Demek ki, həmişə döyüşmək olmaz, həmişə dalaşmaq olmaz. Deyirsiniz ki, Aydın replikadır. Mən əslində 6 ildir köçmüşəm, amma o replikalar nə üçündür? Əgər siz mənim ürəyimdə olmasınız, mən heç xatırlamaram. Köçüb getmişəm, 80 yaşlı anamla başımı qatıram. Yəni, arada yazırım və həm də, qardaş, siz bu statusdasınız və biz də qəbul edirik, böyük sizsiniz. Mən durub, tutaq ki, Tural Dadaşovun əmisi ilə gündə görüşürəm. Adam Azərbaycanın əməkdar Şahmat müəllimidir, 120 uşağı çempion edir, orta məktəb üzrə. İndi mən yazanda o gəlir oturur çarşıda, deyir ki, sənin işin gücün yoxdur, Tural'la nə işin var? Deyir mənə, Tural futbolçulardan sürətlə oynayır da, ya heç olmasa zəng elə deyiləm. Başqa formada da demək olmur. Onları qoyar yerinə, siz, yəni, mənə əziz adamlarsınız. Bir dəfə jurnalistika fakültəsinə gələndə o birinci kursdadır, Sahib Alayevdə hamısı bizlə oxuyub, İlham Məmmədi. Bir payzat gətirdim, dedim, siz mənim ən əziz adamlarımsınız. Allah sizinlə bir qrupda oxumağı nismət edir. Sonra onun müşahir yazısında yazdım ki, mən istəyərdim İlham Əliyevlə oxuyum. Amma sənlə oxumuşam, da indi neyniyim? Qayıdım kəndə təzdən gəlib Bakı, özümə dost tutuyorum. Mənim üçün tutaq ki, tələbə ola şöbə redaktoru qoyan sizsiniz də. Mən dünya hər hara fırlansa, şahid Asif Mərdili. Məsələn, o müxbir edim, mən tələbə ola götürüb şöbə müdürü qoymuşam. Mən bu təşəkkürü niyə çatdırmayayım ki, bütün ömrü qoyum? Bütün bunları ona görə dedim, qrafdan bucaqda. Xanıqlarla 4 il gecə gündüz bir yerdə işləmişik.
Rəsul onu dəqiq qeyd edir. Çox hövsələli adam. Çox hövsələli, yəni mənə kimi çətin adama, o özünü çətin adama çevirir. Mənə kimi çətin adamla biz bir dəfə də dalaşmadıq xanımlar. Yəni, mən deyim ki, bu yazını niyə soxuşdurursan, o desin ki, o nədir yazdı. Adamın davranışı, ədəbi kifayət edir ki, bir şəkil düzən verəsən. Məsələn, Qənimət Zahidlə elədiyini, ya Rauf Arifoglu ilə dalaşmağını bununla eləmirsən. Çünki bunda o can yoxdur. Sakit şərait yaratır. Yox, can deyil, ayrıca. Onun zəhmi basır sən. O sakit bir həyat tərzi seçib və onu jurnalistikada, burada oturanların hamısına fərqləndirən bir keyfiyyət var. Hamı gəlir, məsələn, Rauf Arifoglu bir yeni müsavat yaradıb, yaşadır, jurnalistikanı yaşadır. Ya tutaq ki, o cavan uşaq gəlir, şeirləri, filan müsahibələri, hamısı. Nə qədər jurnalistika var, jurnalistika Xanoğlan Əhmədovu yaşadacaq. Taxşı qardaşım Arxayılov, 70 yaşında olsa, 75 yaşında jurnalistika səni yaşadacaq. Çünki bu jurnalistikada sən heç bir uğraşlığa yox. Bravo. Mən səhərdən gözlüyünü görmüşəm. Vulgarizmlərdən istifadə eləyəsən yoxsa. Bravo. Bura mətbuat jurası, etik prinsiplər. Mətbuat jurası elə o çıxışlara görə həmişə məni kənarda satır. Həmişə damlamışım. Formal mən özür verirəm, ondan ağlamaq istiyorum. Yox, oradan başlamalı, əvvəldən başla, deyə bilirəm. Deməli, mən də təbrik edirəm dostumuzu. Mən doğrusu neçə il bəlkə onun için xəbərim yoxdur. Rəhmətlik Sakit Sadatlı vardı. Yaxşı, Xərçəkdən 51 yaşında, çox yaxındır. O tanış eləmişdi Xanallah müəllimini. Doğrusu, mən dünən bir sayta baxdım. Baxdım yazdım ki, deputat Fazıl Mustafa təbrik edir, İctimai Birlik. Xanoğlan görən kim dedi? Bəs telefon yoxdur, Aydın'a zəng elədim Lənkərana. Dedi, elə qılıb mən səhər gedirəm. Telefonu verdi və zəng elədim. Bilirsiniz, mən bircə söz deyirəm. Ham deyir, mən də qısa danışacağım. Bu, adam həmişə deyirdik, məsələn deyir ki, babala deyirlər ki, qadın gərək abırlı həyal olsun. Anam deyir, o nə söz deyir? Ümumiyyətlə, insan abırlı həyal olmalıdır da, qadın necə ki, məsələn. Məsələn üçün, Xanoğlan müəllimdə olan xasiyyət, mən jurnalistikanı qoyuram. İndi biri biraz yuxarı, biraz aşağı, biraz orta yazıyorlar. Amma onu bir mənə məsəl üçün doğmalaşdıran, yaxınlaşdıran, onun da o abırlı insan olmaq, ləyaqətli insan olmaq. Mən bəzən görsən, jurnalistikada biri 3-5 yazı yazandan sonra az qala, nə bilmə, ürəyindən tutan xamonluq keçir, belə planlar da olur. Amma ömür boyu belə görmüşəm, tərbiyəli, əxlaqlı, düz, belə insana istər-istəməz hörmət edilməlisən və mən elə ona görə bura gəlmişim. Qardaş, təbrik edirəm. Çox sağ olun. Siz danışınız oradan ağırlı, təvazökar falan bu keyfiyyətlər yavaş-yavaş yoxa çıxır da. Ona görə bu olan insanlara hörmət və etiram. Qalib İbrahimoğlu'ya söz verməyəcəm. Buyurun. Teşekkür ederim, hoş geldiniz. Xanallah müəllimlər 99-cu ildə Xərçək müəllimlər Express-in qəzetlərin qızıl dövründə tanış olmuşuq və o vaxtdan başlayaraq dostluğumuz, qardaşlığımız davam edir. Xanallah ləyaqətli insandır, Xanallah zəhmətkeş insandır, Xanallah əxlaqlı adamdır və bütün bunları özündə formalaşdıran insandır. Xanallah hər birimizin kürəyimizi şikəslə dayar biləcəyimiz insandır. Xanallah, təbrik edirəm. Gözəl yubileylərə inşallah qeyd edək. Təbriklər. Çox sağ olun. Tahir müəllimə söz verim, tələbə yoldaşı bir otaqda qalmışsınız. Qrup rəhbəri əvvəldən bilirdim. Xanallah Əhmədov 65. Burada çıxış edən yoldaşlar əksəriyyəti həmkar kimi, iş yoldaşı kimi. Məsələn, Aydın Xanallah həmişə baş rəhbər. Başqa isə baş rəhbər bilirsən. Xahiş edirəm. Baş rəhbər deyərlər. Mənim əziz baş rəhbər. Baş rəhbər. Ya baş rəhbər. Kimisə işçisi ola bilər, kimisə baş rəhbər ola bilər. Özünün iş prinsipi ilə əti
bunun razısı ola bilər. Amma mən istəyirəm danışım Xanoğlanın 45 il bundan əvvəlki vəziyyətini, 20 yaşındakı Xanoğlan. Biz onların 20 yaşından bu günə kimi girdi, həm universitetdə girdi, Batovda girdi, otaqda bir otaqda yaşamışlar. Sonra baxın, 45 ildə hər gün, hər həftə, həmişə bir yerdə olmuşdur. Və sonra bu Səhid günə gələndən sonra Səhid bizim dostumuzda bizə də mükəmməli. Xanoğlanın burada iş yoldaşı olmadan əlavə ki, namuskasını çox olan bir bil. Mən Xanoğlan görmədikəm 83-cü biz kətdə 6 qardaş qazıyıq. Atam onu 7 uşaq kimi qərb edir. Mən buradayam, Xanoğlan orada kəndə dərsi gəldirdi, qasırdı gedir kəndə. Qalanı orada çağır gedir, kamerə gətirdi. Mən başıma Rəşad var, sizə şikayət edirəm, dənizəcə nəzər verir. Başıma zoruna sudatlar. Bir də bir şey deyil. 20 metr çağır gətirəm, puan mənimlə, qrupu yola gətirmək. Diqqətinizə rüşvət verirdiniz. Şimdi görüşməni Biz o vaxt rüşvətin qarşısını aldık. Bu barda parıdır. Qarşı tələvəsi barda parıdır. Çok teşekkür ederim. Çok Sağ olun. Müdürü sayar mı? İşleri var. Xanoğlanın bugün tanıdığımız Xanoğlan yaxşı dost, nizamlı yoldaş Xanoğlan. Xanoğlan həm də yaxşı qardaş. Yaxşı dost, yoldaş. Bütün şeylərə qurulmuşa bir yoldaş. Ona görə mən də sizə Xanoğlan. Sənin şeyləri olmamış. Çok sağ olun. Nazım Hüseyinli'ye söylüyorum. Ben birinci bölümde Rəşid müəllim sizə təşəkkür edirəm. Çünki mətbuatdan izləyirik, mən tezlik boyu gələ bilməsəm də ümumiyyətlə belə tədbirlərdə olmamışam. Amma mətbuatdan izləyirəm ki, həqiqətən də sizin jurnalistlərə yubileyi qeyd olunmalı olan insanlara, qəzetçilərə, jurnalistlərə qaydınız böyükdür, ümumiyyətlə mətbuata bu qaydınız böyükdür. Bugün də 2 nəfərin bu yubileyinin qeyd olunması, bunların diplomla əməklərinin qiymətləndirilməsi çox gözəl haldır və hər ikisini təbrikləyirəm. Xanoğlan müəllim haqqında burada danışıldı. Hamı onu çoxdan tanıyır. Mən isə Xanoğlan müəllimi heç bir il böyrü tanıdığım doğrusu. Düzdür, imzasını çoxdan tanıyıram, imzasını müəyyən qədər izləmişəm, çox imzasına hörməti olan bir adamım. Amma insan kimi onu bir il böyrü tanıdırım. Mən deyim ki, elə insanlar var ki, onu uzun müddət tanıyırsan, başa bilmirsən, yaxşı, pis belə də qərara gələ bilirsən. Amma mən qısa müddətdə Xanoğlan müəllimi tanıdım və onun, necə deyim mən, haqqın tərəfində olması, həmişə büyük tərəfində olması, sözünə sadiq bir insan olması şahid olub gördüm və onun yaxşı xüsusiyyətlərindən biri də odur ki, onun türlə demişkən ekibi ətrafında olan o saytın bir neçə əməkdaşlarını da mən tanıdım. Onlar da özü kimi seçilmiş, deyək ki, düzgünlüyün tərəfdarı işlərini sənətkarlıqla görən, həm də düzgün istiqamətdə görən insanlardır. Eyni zamanda layihələrini də çox yaxşı seçir, həyata keçirir. Bu yaxınlarda bizim rayonda da bir layihə həyata keçirdi o. Yəni o iştirakçıların hamısı tərəfindən yaxşı qarşılandı. Mən Xanoğlan müəllimi bir daha təbrik edirəm. Gələcəkdə bir də ətraflı tanıyarım yəqin ki, can sağlığı uğurlar olsun. Çok sağ olun. Teşekkür ederim. Eşref Paşa Soy'a söz verin. Buyurun. Teşekkür ederim. Aslında ben önce Rəşad boyundan qadın bildirəm ki, çox gözəl bir ənənədir. Media mənsublarından müəyyən bir yaşda onların fəaliyyətindən başlayıb, iştirak yolundan başlayıb, aslında qədər bir məclis qurulması bir ənənəyə çevrilir Mətbuat Şurasında. Söz adamlarının xüsusilə
söz adamlarının, saqqallarının sözə qiymət verilməsi, söz adamların dəyərləndirilməsinin özü olduqca xoşdur. Birinci, bu yaradıcılığa əlavə meydan verir. Eyni zamanda sözün urvatdan düşməsinin qarşısını alınması istiqamətində isə belə ciddi bir təşəbbüsdür. Və burada bu məclisin işığında biz çoxdan görmədiyimiz dostlarımızı gördük. Aydın Caniyevlə sonuncu dəfə Moskvada görüşmüşdük. Yəni, təsəvvür edin ki, bizim həyatımız nə qədər qaça-qaç şəraitində. Lənkəran düzən yenə başa düşür. Yox, indi təsəvvür edin vəziyyəti. Eyni zamanda Moskvada təsadüfən görüşmüşdük. Biz Qarabağ tədbirinə girmişdik, Qarabağ hələ işğaldaydı. O zaman da Aydın Caniyevdə o məclisə gəlmişdi. Orada bizi görüşdürən Qarabağ olmuşdu. Və bu gün də xoş belə görüşlərdə biz bir araya gəlirik bu gün də. Zəfər qazanmış Azərbaycanımızda qardaşımız, qazi qardaşımızla ürəkdən təbriklər. Və bu atmosferdə bir-birimizə söz demək və biraz da məclisin elə uzun davam etməsinin özü də hesab edirəm ki, xoşdur. Xanımlar müəllimi mən həm də Qarabağlı qardaşımız Rəsulun sayəsində tanımışam. Təsəvvür edin, biz yardımdan burada. Yardımları Xanoğlan tanış edir, Qubatlılar Xanoğlan tanış edir, məndən yardımları da mən. Hətta mən Rəsul bəyə yardımının fəxri vətəndaşı deyirdim həmişə. Və Xanoğlan bəy hətta xatirimdədir ki, rəhmətlik bizim Zakir bəyin adı çəkilir. Zakir Sadat. Və Zakir Sadatlığını mənimlə tanış edən elə Xanoğlan bəy. Yəni elə bir atmosfer olur ki, biz hər zaman söz adamları, sözə dəyər verən insanları bir-birimizin sayəsində tanımışıq və talih elə gətirib ki, mən jurnalistika peşəkar fəaliyyətə Ekspres qəzetindən başlamışam və orada Xanoğlan bəylə iş yoldaşı olmuşam. Sonra Qadir bəylə bir yerdə. Yəni bizim bir jurnalistika fəaliyyətində də bir yolumuz üstə düşüb, az-az yardımda görüşsək də və bu qaynar Bakıda. Eyni zamanda təşkilatın yaradılmasında da xırdaca da olsa əməyimiz keçir. Bilmirəm, idarə heyətində saxlayırsınız məni, yoxsa yox. Son vaxtlar əlaqələrimiz intensiv deyil, qalıram. Və hesab edirəm ki, Xanoğlan bəy haqqında bu gün deyilən burada sözlər ki, var idi. Hamısı ürək yatın və səmimi sözlərdir. Bəzən olur ki, məclislərə gedirsən, elə sözlər, elə bəzəkli sözlər deyilir ki, o sözlər sanki yapışmır və yerə düşür. Bir Gənclik jurnalından bir şeir parçası yadımdadır. Köynəyimə ləkə düşdü, dedim gölünə köşə düşdü, qəlbimə səsləşə düşdü, sözüm yerinə düşmədi. Xanoğlan bəyin bu ünvanına səslənən sözlər eyni zamanda qazi qardaşımız artıq o sözü haqq eləyib, özünün o vətənə sipər olması, o düşmənə sipər olması, vətən keşiyində durması ilə. Bu məndə Bəhruz bəy haqqında demək artıqdır, çünki o tarix yazanlardandır. Amma Xanoğlan bəy ki, bu müəyyən bir yaş artıq bir mərhələsindədir, Rızvan bəyin qeyd elədiyi kimi, yaradıcılığın çox məhsuldar mərhələsində. O məndə deyilənlər o qədər belə ürək yatımlıdır və o qədər səmimidir ki, o səmimiyyətin içərisində Səid dostumuza, o bağlılıq, o ata-oğul münasibətindən çox, həm də bir insanın insana münasibəti və vəfasından bəhs edən bir sözlər var. Eyni zamanda Xanoğlan bəyin özünün öz ətrafında yığıldığı o camiyə ki var, o dostlar həm də bir əlavə bir dostluq haləsi yaradıblar. Vətənə, millətə, torpağa bağlılıq desən, o təcəssüm olunub bu insanın həyatında. Mən Xanoğlan bəyin kəndində Şirəvəngədə olmuşam, olduqca gözəl bir məkandır və orada vətən şəhidlərinin xatirəsinə Xanoğlan bəyin böyük xidməti sayəsində abidə ucaldılıb, o xatirə bulağının özü, Xanoğlan bəyin digər sahələrdə də özünü bizə təsdiqləməsinin bir nümunəsidir. Mən də hesab edirəm ki, belə insanların hər zaman əziz tutulması və onların o bəlkə də üzdən bizim bir Haşim Talışlı rəhmətli müəllimimiz var idi. Çox gözəl ziyalımız idi. Və o bəzən görürdü ki, o həyatın qarışıq dönəmində öz xidmətinin müqabilində diqqət görməmişdi. O daha çox öz diqqətini çatdırmaq üçün bir ifadə eləməyə çalışırdı. Sonradan düzdür, o haqq elədiyi, qiyməti aldı. Qarışıq zamandan keçəndən sonra. Amma o dönəmdə gördük ki, o nəsə diqqət istəyir, auditoriya özünü çatdırsın, tələbələrinə ifadə edəsin. İnsanlar da var ki, Xanoğlan müəllim kimi
özünün bəzən də o elə haqq elədiyi o ifadələri, sözləri eşitmək istəyir, amma ifadə eləmir. Çünki olduqca təvazökar insandır Xanollan müəllim və amma hesab edirəm ki, bu məclisin özü ondan xəbər verir ki, 65 il məhz bu gün üçün bu Rəşad bəyin rəhbərliyi, moderatorluğu ilə bu gözəl məclis üçün yaşamağa dəyərdir. Hələ başqa bir məsələlər demirəm. Var olun, yaşayın, yaradın. Çox sağ olun. Təşəkkür ederim. Sağ olun. Bizim Bəhruz Məmmədzadə barədə indi danışdıq. Bəhruzun ad günü xeyli əvvəl oldu. Sadəcə Bəhruz yox idi, Moldaviyadaydı. Burada da bir-iki dəfə gələ bilməyib deyə fürsətdən istifadə edilib. Xanollan müəllimə də dedim ki, yaxşı bu tədbirdə diplomumuzu verərik. Bəhruzla biz qürur duyuruq, oradan da torpaqlarımızın alınmasında. Onun əvəzsiz rolu var, onun qismində bütün əskərlərimizlə qürur duyuruq. Və o Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Çox sağ olsun ki, bugün də gəlib. Buyur, bu iş gəlməsən də təbrik edək. Çox sağ olun, Rəşad müəllim. Əvvəlcə salam edirəm. Həm də Xanollan müəllim. Zahir müəllim, mütəmdim müəllim. Gəlin bir də burada oturun istəyirsiniz, biraz yaxında. Çox aşağı saldıq sizi. Sizə Gəlin bəli, gəlin burada. Nəsib etsin. Hər zaman bizlər də sizin kimi ağsaqqallarda bu sahəni dərindən görürəm. Mən sizə arzu edirəm ki, bu il mətbuatın üzərində bir illiyidir. Mən inanıram ki, Rəşad müəllim, mətbuatın 200 illik medal daha möhtəşəm edəcək. Sizi onu almadı nəsib edir. İnşallah siz onu alırsınız. Daha təbrik edirəm. Sağ olun, sağ olun. Oruç müəllimə söz verim. Buyurun Oruç müəllim. Rəşad müəllim, mən sizə təşəkkür edirəm ki, həqiqətən burada qeyd olundu. Sözünüzü mən bilmirdim, danışacağım. Sadəcə mən yeganə bəlkə adamam ki, jurnalistikada deyiləm də. Yəni, ora yaxın yerdir də. Həm ona görə təşəkkür edirəm, həm də elə bir vətəndaşın, belə deyək, cəmiyyətdə bu informasiya bir adamın sizin müəllimdən istifadə edib sizin haqqınızda demək istəyirəm ki, bəzən görürsən bu sosial şəbəkələrdə, mətbuatda bəzi jurnalistlər biraz həddən qırağa çıxırlar, neynirlər, amma Rəşad müəllimdən o izləyirəm mətbuatda hamısını. Görürəm, elə bir şey balans yaradır, bir kompromis yaradır, bir neçə cümlə ilə sanki bu tamamilə fikri dəyişdirir və bəlkə də o adam özü də bəlkə də peşman olur, bəlkə də o ümumiyyətlə təkrarlanmır. O mənada Rəşad müəllim həqiqətən hiss olunur ki, çox yerində olan bir Super moderator. İllərin təcrübəsində. Bunu bir vətəndaş kimi görəm, jurnalistikə adam fikir mənədən maraqlı olur. O mənada. Soruşdum da, kimin portreti olmalı? Sağ olun. Yəni, indiki o keşmekeşli bir vəziyyətdə, bu keşmekeşli bir vəziyyətdə, jurnalistlərin belə vəziyyətində bu xüsusi bir önəm daşıyır. Ona görə də Rəşad müəllimə təşəkkür edirəm, həm də mənə söz verdiyinizə görə təşəkkür edirəm. Xanollan müəllim, mən uzun danışmayacağım qısaca, çünki burada həqiqətən elə Rəşad müəllim də qeyd edər ki, çıxış edənlər hamısı ürəkdən dedilər, o sözlər ona yapışdı. Mən də onu təbrik edirəm. Sadəcə bir məqamı qeyd etmək istəyirəm ki, Xanollan müəllimə bir söz var, deyir ki, dostluğu mənə göstər, demirsən kimsən. Yəni o insanlar elə başda rəsm olmaq onun dostlarının xarakteri onun da haqqında nəsə deyir. O mənada biz uzun illər, 40 ildən artıq ki, biz tələbə yoldaşıyıq, dostuq. Bu insanla yenə biz qardaşlıq, yenə də dostuq. Baxmayaraq ki, ayrı-ayrı sahənin insanlarıyıq. Bu da ondan xəbər verir ki, Xanollan müəllim həqiqətən dostluğa yararlı, həqiqətən xarakterli bir insandır. Xüsusilə xarakterini qeyd eləmək istəyirəm. Siz jurnalistsiniz, bilirsiniz ki, xarakter insanda ən vacib şərtdir. İnsan savadlı da olar, savadsız da olar, digər keyfiyyət, amma insanın xarakteri çox mühüm şərtdir və xüsusilə də artıq o özünü sübut edib ki, o sakit təbiəti ilə, o səbri ilə, insanlara münasibəti ilə o bir nümunədir. Ona görə də o bir xüsusiyyətim mən ayrıca qeyd edib, bundan da söhbəti bitirmək istəyirəm. Çünki mənim gözümün qabağında çox oturmuşuq, çox durmuşuq, xüsusilə əlamətlər günlərdə görüşlük otururuq. Xanollan müəllim, mən deyərdim ki, fədakar atadır və fədakar dostdur. Mən bunu elə belə demirəm. O tədbirlərə yığışırıq bəzən Rəşad müəllim. Bir də görürsən ki, elə bir yoldaş gəlir ki, tutaq ki, mənim bir problemim var, ya kiminsə bir problemi var. O, orada görürsən, heç bir tədbirdə bu adam elə həyatda olduğu kimi də özü üçün yaşamıyor. Ancaq çalışır ki, ailə üçün, dost üçün, qardaş üçün, kimsə xahiş edirsə, çalışır ki, ona nəyisə eləsin.
Və o tədbirlərdə də bəzən görürsən ki, kiminsə bir problem olursa, görürsən ki, bu çalışır ki, onu nəyəsə həll eləsin. Bu da bir böyük, deyək ki, xüsusi bir xarakterdir, xüsusiyyətdir. Xüsusilə Səidlə bağlı mən onun nələr çəkdiyi görmüşəm, hər hata onu qacarmır. Yəni, vaxtınızı almaq istəmirəm, onun haqqında nə qədər desəniz danışmaq olar. Xətri xoşdur, təbrik edirəm səni. 65 yaş gəncliyin yetkinliyi gəncliyidir, yəni qocalıq deyil. İnsanın yaşayışından asılı da hesab edirəm, sən o xarakterindən hələ çox yaşayacaqsan. Çünki sakit adamlar təcrübə göstərir ki, çox yaşayırlar. O əsəbi, həyəcanlı adamlar tez olub gedirlər. Səni təbrik edirəm, uğurlar arzulayıram. Qardaşımızı da bəzməm, sizə təbrik edirəm, var olasınız. Sağ olun, var olun. Çox sağ olun, sizə təşəkkür edirəm. Çox gözəl sözlər dediniz. Nadir Azəli, Nadir İsmailov bizim Mətbuat Şurası Nəzarət Təftiş Komissiyasının üzvüdür. Özü də çox ciddi bizi nəzarətdə saxlayır. Ona görə dedim, gəldik. Nadirin çıxışı ya, sən. Sonra Atabulaq. Buyur Nadir. Təsdiq ilə konular olmalar daha yaxşıdır ki, daha rahat, daha rahat. O qədim kişilər olurdu, ağır kişilər. Güləndə də tərbiyə ilə görürdülər. Xanoğlan bax, elə bir kişilərdən biridir. Xanoğlan 20 ildir Xanoğlanı tanıyıram. Bu 20 il ərzində bu adam ya hər hansı bir yer dəyişməsinə görə və ya harada oturduğu, harada durduğu dəxli yox, o sadəliyini, o ağırlığını, o insanlığını qoruyub saxlayır. Bayaq dedilər ki, kəndlərdə çox adam olub. Mən sadəcə nə arzu edirəm? Arzu edirəm ki, tezliklə Xanoğlan Səidin toyunu eləsin və özdə o kətdə eləsin. Gedək o toyu da orada qeyd edək. Həm ziyarət, həm Sən Real TV-yə intervyu verəsi oldun. Yardımımız da belə. Qoy yekunlaşdıra, əzizim, olsa da gözləmişsiniz də, yaxşı. Başqa kimsə ürəkdən gələn sözü varsa desin, yoxsa Xanoğlan sözü. Uzun illik qədim dostudur. Mürtəza buradadır, ha? Mürtəza demək istəyir desin. Yenə deyilən sözlərimiz təbrik edir. Əvvəla sizə təşəkkür edirik Rəşad bəy belə təsvir təşkil etdiyinizə görə. Daha sonra Qazi qardaşımız Bəhruz bəyi təbrik edirəm və Xanoğlan bəyi də təbrik edirəm. Artıq Xanoğlan bəylə bizim dostluğumuzun 40 ildən artıq 50 ilə yaxınlaşır. Təbrik edirəm qardaş. Komsomol dövründən Milli Azadlıq Hərəkatı, ondan sonraki media dövrü və sonraki Azərbaycan dövləti inkişafına göstərdiyi xidmətlər ortadadır. Dəyərli qardaşdır, dəyərdir. Azərbaycanın dəyərlərindən biridir. Təşəkkür edirəm, can sağ olun. Yaxşı, onda Xanoğlan müəllim, siz də söz deyin, sonra reala intervyu verəsiniz, yekunlaşdıraq. Buyurun. Təşəkkür edirəm ki, belə bir tədbir təşkil edəmişsiniz. Çox xoşdur. Mən çıxışımdan başlamazdan anladım. Mən Bəhruz qardaşı təbrik edirəm. Siz, biz hamımız borcluyuq. Ona görə mənim üçün də çox xoş oldu ki, sizin yubilə ilə tədbiri, mənim yubilə tədbiri eyni günə düşdü. Oradan dostlardan ünvanıma eşitdiyim xoş sözlər məni çox sevindirir. İnsanı ünvandır, həyat eşqi artır, insanlar. Siz hamınız mənim üçün olmasınız. Mən İntiqam müəllimlə nəsə danışmadım. İntiqam müəllimlə də bizim çox döyüş yollarımız olur. Döyüş yapın. Döyüş yolları olur. Mən sadə müşahidə eləməyi xoşladığıma görə və baxdım, gördüm ki, maşallah, hamı sənin üçün tərifləyir. O toyda görürsən ki, bəyi hamı tərifləyir də, bəzən ki, bəyin özü tərifinə baxır ki, mənim haqda deyirlər, doğru. Bilmədiklərimi də eşitdim və mənə ləzzət edəcəkdim. Sənin haqda deyilən sözlər mənə ləzzət edəcəkdim. Təbrik edirəm mən. O təriflər mənə çox xoş oldu. Mən özümü inanmadım. Hər halda bu 65 yaşda bir ömrün böyük bir hissəsidir. Biz onu geridə qoyduq. Və mən hər birinizə təşəkkür edirəm ki, Nazım müəllimə, Oğuzdan gəlir, Aydına təşəkkür edirəm, Dərki məndən gəlir. Qorxmaz müəllim, jurnalistikamızın magikanları, ASTV-də uzun müddət çalışır. Qorxmaz müəllim, qeyri-rədişli 10 ildə çox görüşülür. Amma çox xoş oldu. Sonra jurnalistikada mənim
ilk müəllimim qalib oldu. Öz yaşda məndən kiçik olsam da. Bir məsələdə deyim ki, məni ekspresə görəndən elə Əlməmməd müəllim olub. Ben Bakı köşəndə Əlməmməd müəllim təşkil elədi ki, bəlkə də gedib ekspresdə işləyəsən, o da mənim də ağlıma baxdı və getdi. Ekspres qəzetində orada fəaliyyətə başladım. İlk yazımı da demək Ədliyyə Naziri Ərman Sahib Məhsusu yanında yerləşirdi. Bütün kabinetin işçiləri nəyəsə piket keçirdilər Ədliyyə Naziri yanında. Rəsul'la bir yerdə getdik. Sular məsələsində Ədliyyə Naziri. İlk yazımı da qoydum ki, Sulaba Həsənova kapitalizmə gedir. Oradan başladı. İsmail Əzandı Ərman şöbə müdürü. Qasımlı İsmail. Bir jurnalistdir, mən həqiqətən məsuliyyət deməkdir. Mən özümü o sözdən qorxan adamam. Ona görə yazanlar qorxurum. Mən qalibə deyim ki, mən neysə səhv yazıldı, mənim özümdən onlar düzəl şeydir. Şimdi bizim jurnalistikada təzə başlayanlar görürsən, yazırlar, onu redaktör edir və sabah eləmir ki, onu öz yazsın. Amma mən həmişə özümə təqlidi yanaşmışam və sözə ehtiyatla yanaşmışam. İlk yazımı yazanda mən elə bilirdim ki, ruhu işarəsi olmayan da bir məqalədə, bir yazıda onlar bu həmin yazı çapa getmir. Yazını yazmışam ki, vərəqi yazıb yatmışam. Vərəqi Rəşad müəllimə sırayla danışdım. Vərəqi şəkil verib bırakmışdım, belə qələmlə yazdım. İsmail soruşdu ki, bu nədir? Dedim ki, burada şəkil oldu. O qədər gülmüşüm ki, orada dizayn orada eləyəcəkdir. Sənin şimdi... Mən elə bildim ki, bunu jurnalist yazsın da şəkildə hamısı gözüm. Teşekkür ederim, çok sağ olun. Sağ ol, tebrik ederim. Sağ olun, hamımıza bir daha teşekkürler var olun, çok hoş oldu. Oradasın. Var. Kız da yardım. Buyurun, bugün yubileyinizdir, təəssüratlarına səmimi tədbirlə bağlı fikirləriniz. Teşekkür ederim. Bugün 65 yaşım. Aslında iyulun 24'ünde de benim ad günüm. Amma Rəşad müəllim Mətbuat Şurasının sədri belə məsləhət gördü ki, biz yubileydən öncə bu tədbiri keçirək və mən də razılıq verdim. 65 yaş həyatın böyük bir hissəsidir. Mən elə bilirəm ki, mənalı yaşamışam. Əmək fəaliyyətimin də böyük bir hissəsi jurnalistika ilə bağlıdır. Mən ixtisas jurnalist olmasam da, talih elə gətirib ki, mənim həyatımın müəyyən hissəsi jurnalistika bağlı olur. Və jurnalistikada mən həmişə özümü məsuliyyətli olmalı çalışmışam. Həmişə sözə böyük məsuliyyətlə yanaşmışam. Hesab eləmişəm ki, jurnalistika mənim üçün peşə olmaqdan öncə bir məsuliyyət deməkdir. Və ona görə də mən özümü həmişə qorumağa çalışmışam. Mən elə hesab edirəm ki, bugün dostlar da mənim keçdiyim yola qiymət verdilər, tələbə yoldaşlarım danışdı, jurnalist həmşərilərim danışdı və mən qürur duyuram ki, bu jurnalistika ilə bağlı fəaliyyətimi, ömrümü də mənalı keçib, yəni uğurlu işlər, layihələr icra edə bilmişəm, həyata keçirə bilmişəm. Eyni zamanda mənim fəaliyyətimin bir hissəsi də vətəndaş cəmiyyəti sektorundadır. Mən həm də media və mülki cəmiyyət ictimai birliyi sədriyəm və bu təşkilat xətti ilə də bir sıra uğurlu layihələr icra eləmişəm. Bu layihələr çərçivəsində Azərbaycan dilinin qorunması ilə bağlı, sonra bu yaxınlarda ilə tolerantlı və multikulturalizmlə bağlı böyük bir layihə icra elədik rayonlarda. Digər media sahəsində uğurlu layihələrimiz olub. Həmişə çalışıram ki, bundan sonraki həyatımın davamında da nəysə bir jurnalistikamıza
töhfələr verir. Vətəndaş cəmiyyətinə bir gərəkli layihələr həyata keçirir. Çox sağ olun, təşəkkür ederim. Təbrik edirik, təbrik edirik. Təbriklər xanım. Çox sağ olun. Nədən? 65. Mən bir dənə müsahibəyə başlayacağım. Üçün qaçın işini geçiyorum daha önce. Sağ ol. Bu kim çeşir? Çok sen gelsin çeşle. Kızı sonra. Deyir ki, təbrik edirəm. Çox mübarək. Mən çox məmnunam ki, sizi görürəm. Teşekkür. Ben de karşılıklıdır. Also, thank you. Can torpil bana olur. It's okay. I'm gonna take some pictures of you. I'll take some pictures of you. So I can publish. Yeah, thank you. Just go ahead. Okay. Come here. Xanoğlan müəllimlə mən Ekspres qəzetindən tanıyırıq bir-birimizi. İkimiz də eyni qəzetin əməkdaşı olmuşuq. Xanoğlan mənim deməli müəyyən xarakterimiz, xüsusiyyətlərimizə üst-üstə düşdüyünə görə bizim bir-birimizə elə ki yaxın münasibətimiz olub. Bir-birimizin xətrini istəmişik həmişə. Burada bayaq mən qulaq asdım. Hamı bunun həm insani keyfiyyətlərindən danışdılar, həm jurnalistin yaradıcılığından danışdılar. Yəni mən də bunun elə hər ikisini gördüm ki, bayaq dediyim kimi hamısı düzüdür, yerinə düşən idi və mən də bunun insan olan xasiyyətlərini demək istəyirəm ki, gözəl insandır, heç kəsə paxıllıq tutmayandır, qısqanclığı yoxdur. Nə bilim, göz qabağında da o deyir ki, görünən dağa bələdçi nə lazımdır. Xanoğlan müəllim gözəl insandır. Təbrik edirəm.